главная проблема с аутистами, даже с высокофункциональными, именно в этом и состоит, что они не могут функционировать самостоятельно. Их кто-то должен постоянно опекать, направлять. Kimsə onların yanında həmişə istiqamət verməlidir, himayəçilik etməlidir. Именно ради этого к нам время от времени приводят совсем взрослых детей-аутистов. И если мы видим, что они высокофункциональные, то мы можем им даже помочь. Bizim yanımıza böyük yaşda olan uşaqları, yəni böyük adamlar, 18 yaşdan yuxarı gətirirlər, autizm əlamətləri olan və biz çalışırıq ki, onlara Только за последний год у нас было двое таких, уже совсем взрослых. İki, в Azərbaycanda? Да. Azərbaycanda deyək ki, artıq böyük yaşda olan 2 nəfəri bizim yanımıza gətiriblər. 25-35 лет. Birinin deməli 25 yaşı var, birinin 35 yaşı var. Да. И, Мужчины, собственно, и до этого были. Но давайте мы про этих поговорим. Значит, один из них, ему папа нашел работу, значит, у них собственный бизнес, он как бы стал работать с папой, раньше не мог. Deməli, bizim yanımıza gələndən sonra onun atasının xüsusi özünə məxsus biznes sahəsi var və o atasının yanında artıq o bizneslə məşğul olmağa başlayıb. Да, а вот последний из них, сейчас он в январе пошел, у вас здесь, оказывается, есть курсы для таких детей, как бы, где их стараются приготовить к какой-то профессии. Deməli, mən bilmirdim, deyirsən, demə Azərbaycanda belə kurslar var ki, bu tip uşaqlara hansısa peşələri öyrətmək, hansısa sənəti öyrətmək üçün bu kurslardan istifadə edirlər və o ikinci uşaq həmən kurslara artıq gedir. Год их там готовят, Uşaq deyəndə böyük adamdan söhbət gedir. Да, а потом должны им как бы найти какую-то вот профессию там. Yəni orada onlara hansısa bir sənəti, peşəni öyrədirlər. И вот с января пока что все, слава богу, хорошо. Он там пишет, читает, учит компьютер. До этого времени он не смог читать, писать. До этого он не мог. Oxuya bilməyib, yaza bilməyib, amma indi artıq yazır da, oxuyur da. Вот, я очень надеюсь, что получится, хотя он уже совсем как бы взрослый, но тем не менее. İnanıram ki, onda hər şey alınacaq, baxmayaraq ki, o artıq kifayət qədər yaşı var, böyükdür, amma inanıram ki, onda bu işlər alınacaq. Yəni əsas məsələ odur ki, o hansısa bir işlə məşğul olsun. Потом, смотрите, к нам привозят детей уже подрощенных, то есть, скажем, вот есть ребенок, yeniyetməlik yaşına çatmış uşaqları есть ребенок 11 лет, который хорошо рисовал, но было понятно, что сам он в такой профессии работать не сможет. Məsələn, uşaq vardı 11 yaşında, çox gözəl şəkil çəkirdi, rəsm çəkirdi. Вот сейчас они заканчивают курс, и видно, во-первых, насколько ребенок продвинулся даже в его рисовании, то есть он рисует на порядке лучше. Kursu bitir və görünür, çəkdiyi rəsmlərdən də görünür ki, o uşaqda nə qədər çox böyük irəliləyiş yaranır. А во-вторых, он уже повзрослел и продолжает взрослеть, то есть как бы у родителей появилась как перспектива, что они смогут, да. Valideyn də artıq onun gələcəyi üçün bir düşünür də, perspektivlər açılır da onların qarşısında. Uşağın artıq istedadı var, rəsm çəkmək bacarığı var. Вот, те дети, которые пришли более младшими и просто пойдут в обычную школу, ну, у них все будет как у обычных. Amma deyim, nə qədər ki, uşaqlar erkən yaşda müraciət edirlər, uşaqların müstəqilliyi ilə bağlı. Это самый важный, самый страшный вопрос для родителей. Bu deyir, həm də deyir, çox valideynlər üçün qorxulu bir sualdır. А что будет, когда нас рядом с ними не будет? Nə vaxt ki, biz o uşaqların yanında olmayacağıq, bu uşaqların halı necə olacaq? Bax, И это действительно, наверное, самый важный и самый страшный вопрос для родителей. Bu doğrudan da çox əsas məsələlərdən, suallardan biridir və valideynləri həm də qorxudan suallardan biridir. Открою один секрет. Чем еще мы отличаемся от любых других оздоровительных или развивающих центров, это именно тем, что мы ставим это как основную задачу. Не только оздоровление и развитие ребенка, но и воспитание и создание его самостоятельности и sözidательности. Bu həm də bu tip uşaqların müstəqilliyə bir addımıdır. Onların müstəqil yaşamasına bir təminatdır. И здесь вопрос не только в том, что ребенок может делать. Burada deyir, sual o deyil ki, uşaq bunu eləyə bilər, bacara bilər. А еще, ну и многие, кто с этим не знаком, они удивятся, это связано с позицией родителей. Deyir, bunu deyir, eşidənlər deyir, təəccüblənəcəklər. Bu deyir, həm də valideynlərin yanaşmasından, mövqeyindən asılıdır.
Замечательные родители очень беспокоятся о детях, которые действительно не могут функционировать как люди. Məsələn, ağıllı valideynlər var ki, onlar deyir həqiqətən elə düzgün edib bu tip uşağı olan valideynlər çox narahatlıq keçirirlər. Yəni bu uşaqların gələcəyini düşünərəkdən. И практически с течением лет они привыкают делать за них то, что дети должны делать. Məsələn, valideynlər o uşaqların eləyəcəklərini özləri o qədər təkrarlayırlar ki, sanki onların yerinə edirlər və onların yerinə geyindirirlər, onların yerinə yedirdirlər, onların yerinə hər şeyi edirlər də, sanki onların bir kölgəsinə çevrilirlər, belə deyək. Да, и они многие убеждают себя в том, что без них ребенок ничего делать не может. Və onlar özlərinə inandırırlar ki, mən olmasam, mənsiz bu uşaq heç nəyə yaramayacaq da, heç nə edə И bilməyəcək. когда ребенок вырастает, мы видим ситуацию, что ребенок уже может, хочет, но родители привыкли ему nичего не позволять. Deyir, uşaqlar deyir, böyüyür və biz görürük ki, uşaq bu şeyləri özü edə bilər. Amma valideyn o qədər öyrəşib ki, bunun yerinə, uşağın yerinə bu şeyləri etməyə. Valideyn uşaqdan əl çəkmir, elə yenə az qalır ki, özü yedirtsin, özü geyindirsin. Uşaq bunu özü bacarırdı artıq. Да, они говорят, он не понимает, он ничего не сможет. И они практически его ограждают от возможности получения жизненного опыта Bu həyat и быть təcrübəsini, yaşamaq самостоятельным. təcrübəsini geriləyir də valideyn. İmkan vermir ki, uşaq yoxda artıq böyük adam bunları özü etsin. Да, многим родителям становится удобно и даже выгодно. Вот такая ситуация, что ребенок, он не имеет самостоятельности, Çox и valideynlər они за него все решают. karına gəlir bu ki, uşaq deyir, heç nəyə bacarmır, heç nəyə eləmir. Mən özüm onun yerinə hər bir şeyə qərar verirəm, hər bir şeyi özüm edirəm. Вот, и одна из основных проблем в такой ситуации, это то, что родители привыкли уже к тому, что они думают, что ребенок ничего не должен делать, к нему никаких требований, и вот он не может ничего делать, он ничего не понимает, и поэтому у него практически нету будущего. Bəzi valideynlər artıq özlərinə bunu belə deyim də inandırıblar ki, yəni bu uşaq heç nəyi başa düşmür, heç nəyi eləyə bilmir və gələcəkdə də bu heç bir şeyi özü müstəqil olaraq heç bir şey edə bilməyəcək. Yəni özlərini inandırıblar. Amma bu tam əksini deyir David bəy, görürsünüzmü? Deyir ki, uşaq onu bacarır etməyi. Siz o qədər onun yerinə bunları edirsiniz ki, və davamlı olaraq bunu edirsiniz. Uşaq gəlib çatıb böyüyüb deyə 18 yaşını qutarıb, keçib olub müstəqil bir adam, imkan verin ki, onlar bu işləri özləri görsünlər. То есть практически из самых лучших побуждений, из любви к ребенку, ребенка лишают самостоятельности, лишают ответственности за свою судьбу, за результаты своих действий. И получается вот такая очень тяжелая ситуация, именно потому что родители слишком заботятся о детях. И они их лишают необходимости вот, Valideynlər çox vaxt sevgini də aşırı dərəcədə o qədər uşaqlara verirlər ki, uşaqların yerinə o qədər hər işin öhdəsindən özüm gələcəm. İmkan vermirlər ki, uşaqlar müstəqil həyata atılsın, gələcəyini uşaq özü düşünsün, özü qərarlaşdırsın, nə edəcəyini, necə yaşayacağını özü qərarlaşdırsın. Yəni valideyn onun yerinə hər bir şeyin qərarını özü verir. Və bu da gətirir ailələrdə çox çətin vəziyyətlərə çıxarır. И еще, это очень большая тема, про нее можно и нужно говорить очень долго. Но я закончу, обратив внимание на один момент. Пока дети маленькие, это еще как-то работает. Когда они вырастают, они начинают понимать, что их ограничивают, что их родители окружающие не уважают, и они начинают буквально мстить. Начинаются конфликты, начинаются именно из-за того, что начинается агрессия. Nə qədər ki, uşaqlar deyir, balacadır, bu məsələlər hələ ki, belə deyək də, ailədə özünü daha da gərgin formada göstərmir. Elə ki, uşaqlar böyüyür, artıq uşaq başa düşür ki, valideyn ona nəyisə hərəkət etməyə icazə vermir, sərhəd qoyur, sədd qoyur və belə məhdudlaşdırır onun hərəkətlərini, gələcəyi ilə bağlı düşüncələrini məhdudlaşdırır və belə olan halda artıq uşaq aqressiyasını göstərir. Hətta deyir ki, valideyndən az qalır ki, valideynlə düşmən münasibətə çevirir. Ona elə gəlir ki, valideyn onu sevmir. O anlaya bilmirək ki, valideyn sevgisindən bunu eləyib. Yəni aşırı dərəcədə sevgisindən edib və konfliktlər ailədə, ailə daxili konfliktlər. Об этом очень много нужно говорить, но я закончу одним, отвечая на ваш вопрос,
чтобы вот наша родительская ответственность в том, как я это понимаю для себя самого, это содействует тому, чтобы дети были самостоятельные, имели жизненный опыт, были уверены в нем, чтобы они чувствовали свою ответственность за свои поступки. Özlərinin hərəkətlərinə qarşı özlərinin məsuliyyətini anlamalıdırlar, dərk etməlidirlər. Если это будет, тогда да, они смогут сами работать, они смогут что-то делать, когда они будут самостоятельны и ответственны за то, что не мама с папой, а вот они конкретно.